Mustafa'nın bir açıklaması vardı sosial şəbəkələrdə. Türmədə bir məhbusun aylıq dövlətə neçəyə başa gəlir? Məsələn, mən təklif edərdim ki, türmədə məhbəs həyatı yaşayan insanlara bilirsən ki, evdən pul alırlar, aparırlar, bazarlıq edirlər, çay, qənd, siqaret ən çox. Məsələn, türmədə cəza çəkən insanlar da orada bir sexlər, türmələrdə sexlər düzəltmək olar və onların əməyindən istifadə etmək olar. Xüsusən əl əməyindən istifadə etmək olar. Onlara əmək haqqı nəinki özlərini, hətta ailələrinə göndərməyə belə pul qazana bilərlər. Pul qazana bilərlər. Məsələn, baxırsan ki, bir məhbus aldığı məvacib, daha doğrusu dövlət bu qədər pul xərcləyir. Amma bir əl ilə ayrılan puldan daha çox məhbusa xərcləyir. Niyə? Mən deyərdim ki, müəmma var orada. Müəmma var. İndi həmin müəmmanı birlikdə müzakirə edək, dostlar. Bir dəqiqə. Azərbaycanda bir dustağın saxlanmasının günlük xərci 18 manat müəyyən olunur. Bu da Eşitdinizmi dostlar? Azərbaycanda bir dustağın saxlanması ilə bağlı 18 manat günə pul hesablanır. Ayda 540 manat eləyir. Birinci qrup 50-yə verilən müavinət 155 manatdır. Bu da günlük 5 manat 16 qəpik eləyir. 5 manat 16 qəpik 50 ilə 18 manat dustağa. Baxın, fərqə baxın. Yəni, sağlam biz insan, əgər 540 manata dolanışıq imkanına sahib deyiliksə, 155 manata 50 necə dolanmalı? Demək, bu yapışmalıdır dövlət qurumunun yaxasından ki, mənim pulum görmür. Düzdür, bu müəyyən müddət bir neçə il qabağın açıqlamasıdır, amma fərqi yoxdur. Bu bir neçə il qabağın açıqlamasıdır. 2022-ci ilin açıqlamasıdır. Fərqi yoxdur. Amma müqayisə bu mövzu köhnələn mövzu deyil. Köhnələn mövzu deyil. Yenə də fərq var. Yenə də fərq var. Əlil deyirsən. Əlil bu puldan necə istifadə edir? Nə üçün istifadə edir? Təkcə qarın, əlildir, xəstədir. Bu adam dərman almalıdır. Dərman. Yaxşı, indi baxın, birinci, ikinci, üçüncü qruplar yazın buradan. Aldığınız müavinət, o pul sizin dərmanınıza yetirmi? Təkcə dərmanınıza yetirmi? Qulaq asaq görək, Fazil Mustafa, millət vəkili daha sonra nə deyir? Mənim dərman vəsaitim görmür, mənim deyək ki, müəyyən əlil arabam görmür və başqa məsələlər görmür. Demək istəyəm, bu məsələləri biz başqa, məsələn, dustaqdır, kifayət qədər böyük infrastruktur var. Biz niyə indiyə qədər şərait yaratmamışıq ki, onlar elə özləri pul qazansınlar, həm özlərini orada dolandırsınlar, həm də ailələrinə vəsait göndərsinlər. Bu imkanlar var axı. Biz hamısını dövlət büdcəsindən nə qədər vəsait ala biləcəyimiz üzərində bütün məsələləri konsentrasiya edirik və bunun da nəticəsində büdcə o qədər yüklənir ki, digər sahələrə pul ayıranda artıq özümüz narahatsızlıq keçirməyə başlayırıq. Məşğulluq siyasətinə bağlı. İndi çox üzr istəyirəm dostlar. Mən belə düşünürəm. İndi bunu hamı təsdiq edə bilər. Əgər normal iş yerləri yaradılsa, kimsə durub deməz ki, mənə sosial ver, mənə o pulu ver, mənə bu pulu ver. İnsanlara dövlət pis tərbiyə edir.
Sənin əlində imkanlar var. Demirəm, kazinolarla iş yerləri təmir belə lazım deyil. Deputatların açıqlamasını bundan əvvəlki verilişdə mən dedim. Vallahi mən utandım onların o açıqlamasını oxumaq. Kazinolar, nə bilim, gündəmdə olmalıdır. Tələbat var. Nə tələbat var Azərbaycanda? Bunu deyin ki, Azərbaycanda o gizlindən qumarxanalar var. Xaricdə pul qoyurlar, futbol oyunlarına, nə bilim, kazinolara. O pulları burada götürməsi. Bunun adını düz qoyun. Ki, istəmirik geçsin xaricə udulsun, elə bizim özümüzə udulsun. Anlamı budur. Neyse, davam edirik dostlar. Görək Fazil müəllim daha sonra nə deyir? Burada qeyd olundu 83,5 milyon demək manat işsizlikdən sığorta fonduna. Bu çox azdır. Yəni işsizlərin sayı gözlədiyinizdən artıqdır. İndi bu günləri biz Bakı şəhərinin əhalisi 2,2 milyon nəfər təqribən hesablanır. Bu ümumi statistika ilə olan rəqəmdir. Amma siz diqqət edin, təhsil alan şagirdlərin sayına görə götürsəz, qeydiyyatda olmayaraq təhsil alan şagirdlərin sayı bundan 50% çoxdur rəqəm. Demə onlar rayondan gəliblər, gecə qonduda yaşayırlar, qeydiyatsız evlərdə yaşayırlar, amma təhsil məktəblərə gedirlər. Onların sayı qeydiyyatda olandan sayından çox. Demə bu rəqəm 2,2 milyondan artıqdır. Digər sahələrdə də bu rəqəmlər həqiqətən artıqdır və biz bunu qeydə almadığımıza görə görməzdən gələ bilmərik ki. Ona görə də kifayət qədər işsiz insanların sayının çox olması həddən artıq yüklənmə yaradır. Büdcədən demək qidalanan, büdcədə ələbaxımlıq duyğusu yaşayan insanların sayını artırmağa başlayır. Burada əlillərin xüsusilə də məşğulluğa yönəlməsinin 1000 nəfərdən artıq əlil məşğulluğa yönəlməsi, xüsusilə də bu peşə standartlarının hazırlanması olduqca vacibdir. Aktiv məşğulluq prosesinin bu şəbəkə olaraq genişlənməsi olduqca vacibdir. Mən hesab edirəm ki, bu sahədə vəsaitin artırılması lazımdır ki, insanlar ən azı minimum iş şəraiti ilə demək, təmin olunsunlar. İndi baxın dostlar, dediyim kimi istənilən sahədə kifayət qədər iş yerləri açmaq olar. İstənilən, bax, türməni dedim, hər yerdə. Bax, Muğamda o iqlimə uyğun, dağda, daşda, qış turizmi, yay turizmi, əkinçilik, taxılçılıq, nə bilim, bostancılıq, mal, heyvan və meyvə, tərəvəz. Sadəcə baş lazımdır, baş da var. O mütəxəssislər də var Azərbaycanda kifayət qədər. Amma bu mütəxəssisləri imkan vermirlər ki, çıxsın meydana. İş yerləri açsınlar, dövlətə, hökumətə təkliflər göndərsin, təqdim etsinlər, paket hazırlasınlar. İmkan vermək istəmirlər. Kim imkan vermək istəmir? Məmur oliqarxlar. Məmur oliqarxlar. İndi baxın, indi bir ay bundan qabaq təqribən kartofun kilosu neçə idi? 1 manat 70, 80, 50, 2 manat, 3 manat, düzdür. Xaricdən gətirirlər. Xaricdən gətirirlər. Amma elə ki, burada Azərbaycan insanının, kəndisinin kartofu, soğanı çıxdı, qiymət düşdü. Bax, indi Azərbaycan məmur oliqarxlar, Azərbaycanlı məmur oliqarxlar elə bir oyun qururlar ki, o vətəndaş, bilirsiniz ki, əksəriyyəti kredit götürür, bankdan faizlə pul götürür, gedir, əkin sahələrində kartof əkir, nə edir? Yarısı yağış vurur, dolu vurur, nə bilim, qar vurur, məhsul götürə bilmir, gedir, evini satır, aparır, pulun. Yəni, belə hallar var. Çox bu barədə bizə müraciətlər ediblər. Amma xaricdən gələn malları baha qiymətə satırlar. Təkcə səhv etmirəmsə 30 neçə qəpik kartofda rüsum. Pakistandan gətirirlər, İrandan, Belarusiyadan, Rusiyadan. Sən elə bunu şərait yarat. O xeyri də Azərbaycan insanı götürsün, kəndli götürsün. İl boyu sənin sahələrin var. Gədəbəydə sənin sahələrin var, kartofçuluq. Tovuzda var, Qazaxda var, Lerikdə var, Yardımlıda var. Ayır da, bunları ayır. Kartofçuluq zona. Vallahi deyirəm,
Gədəbəyin kartovunu, Lerçin kartovunu qoyub heç kim gedib nə Pakistanın, nə İranın kartovunu almaz. Bu belə. Yenə deyirəm dostlar, deputatlar özləri ilə bağlı maaşların artırılmasında, özləri ilə bağlı hər hansı deyək ki, məzuniyyət pullarının hesablanmasında və yaxud da ki, dövlətin, daha doğrusu xalqa lazım olmayan qərarların qəbulunda 2.50 dərhal heç o səsə qoyulmamış, hamı düyməni vurdu, qəbul olunsun. Özlərində kifayət qədər maaşı. Yəni, bugün hər kəs deputatın aldığı əmək haqqı qədər, deputatın aldığı pensiya qədər, nə müəllim, nə jurnalist, nə fəhlə, nə traktorist, nə zootexnik, heç kim almır. Oturublar orada, deyir, alsın, toxun acdan nə xəbəri var? İndi İqbal Ağazadənin bir açıqlaması var, mən ona sizin diqqətinizə çatdıracağım. O da sosial şəbəkələrdə, Laf TV-də bir açıqlama verib. O da düzgün arqumentlər səsləndirir. İndi ay dostlar, ay insanlar, bu ölkədə təkcə deputatlar mı var? Deputatdan başqa insan yoxdur. Deputatdan başqa təqaüd alan yoxdur. Təkrar edirəm, bunun müəllimi var, həkimi var, jurnalisti var. 300 manat, 400 manatdan, vallah deyirəm, bu insanlara verirlər 300 manat, 400 manatla. Vallahi, billahi, bununla insan adam kimi yaşaya bilməz, mümkün deyil. Ay qardaş, təkcə bu 300-400 manat verilmir ki, get, yemək al, qarnını doldur. Həyat qarnından ibarət deyil. Bu Azərbaycan məmurlarının beynində, psixologiyasında yalnız qarın, eş, işrət, Miami, Quşadası, adalar, villalar, Allahın bəxtəvərləri deyir, bunlar xəstələnmirdi. Xəstələnməzdir, axı sən okean ikrasından yeyirsən, okean balığından yeyirsən, xəstələnməzsən axsan. Bir də deputatlar deyir, Musa Quliyev deyir ki, ömür uzanıb. Hələ bir neçə dəfədə təkrar edirlər. Bunlar öz ömürləri ilə hesablayır ki, məsələn, baxır, deputatlara baxırsan 80, 86, 84, 85 yaşında, baxırsan ki, qırğı kimidirlər, çibin kimi, buradan ora vızıldayırlar, buradan bura. Elə bir ki, 18 yaşlı cavan oğlanın ürəyini qoyubsan bu deputatlara, yaxşı deputatlara. Bunlar özləri ilə ölçürlər ki, ömür uzanıb. 65 yaş, indi istəsələr 70 yaş eləyəcəklər pensiya çıxmağı. Amma halbuki 65 nədir, 30 yaşdan deyir ki, işə qəbul eləyəndə 25 yaş qəbul edir. Və plus da ki, bəzi o başı boşlar var,